Salam herkese, biz bugün sizinle kimya 7. sınıf 1. hissə 2.c isotoplar ve iyonlar mövzusunda olan fəaliyyətlər və tapşırıqlara baxacağıq. İlk öncə gəlin səhifə 43-də olan düşün müzakirət paylaşa baxaq. Kaliumun təbiətdə 2 izotopu var. Bunlardan kalium 69-60%'dir. Kaliumun orta kütlə ədədinin 69.8 olduğunu nəzərə alaraq onun digər izotopu hansı olar? Gəlin baxaq. İlk öncə düsturumuzu yazaq. Demək, A orta bərabərdir. N1 A1, N1 vurulsun A1 plus N2 vurulsun A2 bölünsün 100. Deməli, bizə A ortanı verib də 69.8 deməlidir. Kalium 69 60% olarsa deməli. Yəni 60 deməli N dedik faizdir. A'daki kütlədə də 60 vurulsun 69 plus. Biz sadəcə bunun bilirik ki, sadəcə yayılma faizi bilirik ikincinin. Çünki əgər biri 60'dırsa, digər də 40% olacaq. Deməli 40 A2'ni də bilmirik. 40 onu da yerinə x yazaraq 40x olar. Böyləcə 100'ə bərabərdir 69.8'ə baxın. Verib bizə 69.8 orta kütlədir. Baxaq. Deməli çarpaz vurma ilə həll edək. Deməli 60 vurulsun 69 plus 40x bərabərdir 69.8'i 100'ə vuran 1 2 deməli 6980 eləyir. Deməli 60'ı 69'a vuranda eləyəcək 4140 plus 40x bərabərdir 6980. 40x bərabərdir. Bu keçəcək digər tərəfə. Mənfi olacaq. 6980 çıxılsın 4140. 40x bərabərdir. Deməli 6980'dan 4140 çıxanda qalır 4840. X də bərabər 4840 bölünsün 40. X də bərabər olacaq 121'ə. Deməli tapdıq ki, deməli nə deyirdi bizdən? Digər izotopu hansı olar? Təbii ki də kalium 121 olar. Gəlin keçək digər sualımıza. Deməli fəaliyyət. Atomdan iyonlar necə əmələ gəlir? Aşağıda karbona aid müxtəlif modellər verilmişdir. Deməli müzakirə bu modellərin fərqi nə? Təbii ki də baxın. Proton sayları eynidir. Ama elektron sayları fərqlidir. Baxın. Burada 5 elektron. Burada 6 elektron. Burada ise 7 elektron var. Yəni fərqləri budur. Hansı modellər neytral atomu əks etdirir? Proton ve elektron sayları eyni olanlar neytral atomu əks etdirir. Baxın. 6 proton var, 5 elektron. Olmaz. 6 proton var ve 6 elektron var. Deməli bu ortadaki neytral atomdur. Burada baxaq 6 proton var, 7 elektron var. Bu neytral değil. Neytral olmayan zərrəciklər hansı müsbət, hansı isə mənfi yüklüdür. Eğer proton sayı elektron sayından çoxdursa bu müsbət yüklü atom olacaq. Eğer elektron sayı proton sayından çoxdursa bu mənfi yüklü atom olacaq. Deməli, əgər proton sayı çoxdursa müsbət dedik. 6 proton var, 5 elektron. Deməli, bu müsbət olacaq. Bu dediyi neytral olacaq. Burada 6 proton, 7 elektron varsa, deməli, elektron çox olduğu üçün mənfi olacaq. Deməli, müsbət, neytral, mənfi olacaq. Keçək digər sualımıza. Deməli, səhifə 44'də öyrəndiklərinizi tətbiq edin var. Bir də nədir? Neonun tərkibində Ne20 və neon 22 olmaqla 2 izotopu var. Elementin kütləci 90% neon 20, 10% isə neon 22 izotoplarla təşkil olunursa, orta kütlədə nə hesablayın? Gəlin hesablayaq. Deməkdir ki, elementin 90% 20 ilə 20 deməli 90 vurulsun 20 plus 10 vurulsun 22 bölünsün 100 bərabərdir sual. Deməli gəlin tapaq. Deməli 90'ı 20'ye vuranda eləyəcək. Deməli 90'ı 20'ye vuranda gəlin altdan yazaq. Yerimiz çatsın. Deməli eləyəcək 1800 plus. Onu da 22'ye vuranda eləyəcək 220 bölünsün 100. O da bərabərdir. 220 ilə 1800 toplayanda eləyəcək 2020 bölünsün 100. O da bərabərdir. Deməli olacaq 20 tam 10'da 2.
Deməli, cavabımız oldu 20,2. Deməli, keçək digər ikinci sualımıza. Deməli, atom modellərini istifadə edərək verilənləri cavablandırın. Baxaq. Deməli, 8 proton, 8 neytron, neçə elektron var? 1, 2, 3, 4, 5, 6, 7, 8 olacaq. Burada təbii ki, burada da 8 olmalı. 1, 2, 3, 6, 8, bəli. Deməli, 1 və 2-ci atomlar bir-biri ilə izotopdurmu? Fikriniz əsas. İzotop nəyə deyilirdi? Proton sayı eyni. Neytron sayı və kütlə ədədi fərqli olanlar deyilir. Deməli, proton sayı baxaq görə eynidir. Deməli, 8 proton var, 8 neytron, 10 neytron fərqlidir. Kütlə ədədləri də 16 və 18, bəli. İzotopdur. Fikrimizdə əsaslandırdıq ki, protonları eynidir, neytron və kütlə ədədləri fərqlidir. Deməli, A düzgündür. Yəni izotopdur. Sonra B, hər iki atomun kütlə ədədini hesablayın. Hər iki atomun deməli 8, 8, 16. Birinci atomun 16'dır kütlə ədədi. İkincinin isə 8, 10, 18'dir kütlə ədədi. Sonra C'yə bax. Nə üçün hər iki atom elektroneytraldır? Çünki hər iki atom da proton və elektron sayı eynidir. Baxın 8 proton, 8 elektron, 8 proton, 8 elektron. Sonra D. Birinci atom 2 elektron qəbul etdikdən sonra əmələ gələn ionun yükünü müəyyən edin. Birinci atom 2 elektron qəbul edərsə. Yəni 2 elektron alarsa, buna məsələn X desək, əgər bu X olarsa, 2 elektron alırsa, deməli elektron mənfidirsə çevriləcək, mənfi 2'ye çevriləcəkdir, düzdürmü? Deməli, məsələn bu X işarə eləsə, X mənfi 2 olacaq. Deməli, ionun yükü olacaq mənfi 2. Yəni 10 elektron olacaq, 8 proton olacaq. Mənfi və müsbətlər gedəcək, 8 müsbət və 8 mənfi gedərsə 2 mənfi qalacaqdır. Deməli, ionun yükü mənfi 2'dir. Sonra baxaq. Birinci bunu deyə baxdıq. İkinci atom 2 elektron verdikdən sonra əmələ gələn ionun modelini dəftərinizə çəkin. Gəlin birinci deyək, yükü nə olacaq? 2 elektron verir. 8 elektron varsa 2'sini verir, 6 elektron qalır və müsbət 2'yə çevrilir. Gəlin buradan çəkək. Deməli, bu nüvə deyək, bu birinci elektron təbəqəsi, bu isə ikinci elektron təbəqəsi olur. Buraya yazaq 8 proton, 10 neytron. Düzdürmü? Deməli, dedik 8 elektron var idi. Verdi ikisini, yəni 2 elektron verdi. Qaldı 6 elektronda. Düzdürmü? Deməli, 1, 2, 3, 4, 5 və 6 elektronu qalmış oldu. Belə olacaq yəni. Keçdik digərinə. Üçüncü sualımız. Nə deyir işte? Deməli, cədvəlinizi dəftərinizə köçürün və qrafika əsasən tamamlayın. Kation, anion, neytral atom olduğunu tapmalıyıq və yükünü tapmalıyıq. Gəlin birinci X-a baxaq. X deməli elektron sayı və proton sayı verib. A müsbət A plus 2 proton sayıdır. A plus 1 elektron. Dediyi proton sayı çox olarsa müsbət yüklü zərrəci olur və müsbət yüklü zərrəci də kation adlanır. Mənfi yüklü zərrəci də anion adlanır. Deməli, müsbət yüklü zərrəci, yəni X kation olacaq. Yükü də nə olacaq? Deməli, bir vahid proton sayı çoxdursa, deməli müsbət olacaq. Elə sadəcə müsbət işarəsini yazsaq olar, yəni biri yazmasaq olar. Deməli, baxdıq Y-ə. Y-də deməli A plus 1 və A proton sayı çoxdur. Deməli, bu da müsbət yüklü zərrəci, yəni kation olacaq. Deməli, yükü də elə müsbət olacaq. Baxdıq Z-də. Z-də A plus 1 və A plus 1 hər ikisi eynidir. Deməli, neytral atom olacaq. Yükü də 0 olacaq. Yəni, heç nə olmayacaq da, yükü 0'dır. Sonra T'yə baxırıq. A və A plus 2. Deməli, elektron sayı çoxdursa, deməli, bu olur anion. A plus 2-dirsə, 2 vahid çoxdursa, deməli, olacaq yükü mənfi 2. Keçdi öyrəndiklərinizi yoxlayın. Birinci sual. İzotopları müəyyən edin, fikrinizi əsaslandırın. Atom, deməli, verilib izotopları müəyyən edin. Deməli, gəlin proton saylarına baxaq. 18'dən 10 çıxarsaq, qalacaq. 8 deməli, 8 protonu var, 9 protonu var. Bunun 9 proton var, bunda 8 proton. Deməli,
X və T'nin 8 protonu var. Y və Z-in isə 9 protonu var. Deməli, Y və Z, X və T izotoplardır. Demək keçdik ki, cədvəl dəftərinizə köçürün və ionların elektron sayını hesablayın. Deməli, ionların elektron sayı. Gəlin baxaq. Xlor 17 və mənfidirsə, deməli 1 elektron qəbul edib və elektron sayı olacaq 18. Kalsium 2 müsbətdirsə, deməli yenə elektron sayı olacaq 18. Alüminium 13 3 müsbətdirsə, deməli elektron sayı olacaq 10. Deməli birincidə oldu elektron sayı 18, ikincidə 18, üçüncüdə də olur 10. Sağ olun dostlar, hələlik kanalıma abunə olmayı, like atmağı unutmayın.